Mövzu sınağı 10 C variantından başlayacaq. Gəlin birinci suala baxaq uşaqlar. İfadəsinin əksik qiymətini tapın soruşur. Görək nə edə bilirik? Necə eləyək bunu ki, biz bunun əksik qiymətini tapaq. N kvadrat üstəgəl n. Burada uşaqlar surətdə n kvadratı 6n'in əvəzinə n üstəgəl 5n yazaram. Üstəgəl 5 n kvadrat üstəgəl n. Mənə bunun ən kiçik qiyməti lazımdır. Görək bir çevirmə aparsaq nəsə alınar. 6n'in əvəzinə n üstəgəl 5n yazdım. Sonra bu n kvadratı plus n'i bir də 5n plus 5'i ayrı-ayrı məxrəclə yazsaq, onda belə olacaq. N kvadrat üstəgəl n'də n kvadrat üstəgəl n üstəgəl n kvadratı üstəgəl n'də 5n üstəgəl 5 bu şəkildə yazsaq, birinci kəsirimizin cavabı 1 edər. İkincidə də 5'i ortaya vuruq çıxarsam 5 vurulsun n plus 1 olar. N plus aşağıdan da n'i çıxarsam n plus 1 olar. N plus 1'lər gedər. 5 bölünsün n qalar. Təbii ki n 0 deyil də. Çünki 0 olsa məxrəcdə mənası olmaz. 1 plus 5 bölünsün n şəklində bir ifadə alındı. Ən kiçik qiymətini soruşur və şərt verib ki, n z-ə daxildir. Yəni, n tam ədəddir. İndi bunun ən kiçik qiymət alması üçün n'in yerinə elə bir ədəd qoymalıyıq ki, cavab kiçik olsun. Təbii ki, n'in yerinə mənfi ədəd qoyaq ki, kiçik olsun nəticəmiz. N'in yerinə mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 5 və s. qədərlər qoya bilərik. Amma məsələn, mənfi 5 qoysam n'in yerinə, o mənfi 1 eləyir. Mənfi 1'in üstünə 1, 0 eləyir. Amma mənfi 2 qoysam məsələn n'in yerinə, 5'i mənfi 2'yə bölsəm, 2,5 eləyir. Orada 1'in üstünə 2,5, mənfi 2,5, mənfi 1,5. Amma n'in yerinə mənfi 1 qoysam, onda olacaq 1 üstəgəl 5'i mənfi 1'ə böləndə mənfi 5, mənfi 4 alınacaq. Bunun ən kiçik qiyməti mənfi 4'dür. Mənfi 4'dən kiçik qiymət ala bilmir. Niyə ala bilmir? Çünki n tam ədəddir. N kəsir ədəd olsaydı, n'in yerinə ədədlər qoymaqla bunun ən kiçik qiymətini tapa bilməzdik. Sonra ikinci suala baxaq. A və B natural ədədləri üçün A bölünsün B bərabər 6'da 5 və bu əb çöp bölünsün əbob kvadrat AB plus əb çöp AB 7'də 6 olarsa A plus B cəmini tapın. Görək burada nə edə bilərik? Birinci verilmiş A bölünsün B bərabərdir 6'da 5 yazılışın. Çarpaz vursam 6A bərabərdir 5B olmuş olar. Burada A'nın yerinə 5K, B'nin yerinə 6K yaza bilərik də, düzdür? Yəni 6'nı 5K'ya vursam 30K, 5'i 6'ya vursam 30K eləyir. Demək, A oldu 5K, B oldu 6K. İndi gətirib aşağıda soruşulanda yerinə yazsam, surət olacaq əkob 5K, 6K, məxrəc olacaq əbob kvadratı 5K, 6K, üstəgəl əkob 5K, 6K bərabərdir 7'də 6. Şöyle biz surətə baxırıq ki, 5 əmsalların biri 5'dir, biri 6'dır. 5 ilə 6'nın əkobu 30'dur da. Çünki onlar ardıcıl tək ədədlərdir. Qarşılıqlı sadədirlər. Əkob onların hasilidir. 5 ilə 6'nın əkobu 30'dursa, 5K'nın 6K'nın da əkobu 30K olacaq. Məxrəcdə də 5K'nın 6K'nın əbobunu tapmaq istəyirəm. Əbob da ki, bilirsiniz, ortaq vuruqların hasilidir də, ortaq olan. Və 5K'nın 6K'da olan ortaq vuruq K'dır. Hər ikisində olan K. Demək, əbobu K eləyir. Amma əbob kvadratı olduğuna görə o K kvadratı olur. Əkob 5K'nın 6K'nı da 30K tapmışdım. Bərabərdir 7'də 6. İndi bu tənliyi həll etsəm, çarpaz vursam, yuxarıda sağda yazacağım, davamlı. 6'nı çarpaz vursam, 6K kvadratı üstəgəl 180K bərabərdir. 7'ni 30'a vuranda 210K. Kvadrat tənlikdir. 210K'nı da keçirsəm sola 180'dən 210 çıxsam 30K olacaq. Mənfi 30 olacaq. 0. Natamam kvadrat tənlikdir. 6K'nı orta vuruq çıxarsam K çıxılsın 5 bərabər 0 qalacaq.
Hasil sıfırsa vuruqlardan biri sıfırdır. Yəni 6k bərabər 0 ya da ki k minus 5 bərabər 0, k bərabər 5, bir də k bərabər 0 olaraq 2 kök tapacaq. Təbii ki k 0 ola bilməz. Çünki k 0 olsa a da 0, b də 0 olmuş olacaq. Amma deyirdi ki a və b naturaldır. Ona görə k 5-dir. K 5-dirsə mən a-ya 5k demişdim, b-yə 6k. Onda a olacaq 25, k-nın yerinə 5 yazıram da, b olacaq 30. Bizdən soruşur ki, a plus b cəmini tapın. 30-un üstünə 25, 55 tapmış olacaq. Bu sualın tipini yadınızda saxlayın, imtahanlarda düşə bilər. Sonra üçüncü suala baxaq. Verilmiş çevrədə AB və AC toxunanlar BAC 30 dərəcə və CBY bərabərdir 3 BCD olarsa DNC qövsünü tapın. DNC qövsü, yəni burada DNC, D-dən getdi, NC. Bu qövsün dərəcə ölçüsünü tapmaq lazımdır. Verilənləri yazaq. ABC-nin, BAC-nin 30 verib. CBY haradır? Bax, CBY bura. BCD bura. CBY BCD-nin 3 mislidir. BCD-yə x desəm, CBY onda olacaq 3x. Onda BD qövsü 2x olacaq da. Çünki daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. BD qövsü olacaq 2x. Və biz yadınızdasa belə bir düstur keçmişdik. Deməli, bir məsələn kəsən, bir toxunan çəkiləndə bu kəsənlə toxunan arasındakı bucaq o arada qalan bu qövsün yarısına bərabər olurdu. Bu qırmızı qövsün dərəcə ölçüsünün yarısına bərabər. Yəni bu B-də olan 3x bucağı var. O 3x hansı qövsün yarısıdır? B-dən ta ki düz C-yə qədər olan qövsün yarısına bərabərdir. O 3x-dırsa, onda o qırmızı qövs bütövlükdə 6x-dır. Onda n olan qövsümüz 4x-dir. Bunu belə yadda saxlayaq bu x-ları. Bir də biz nə bilirik uşaqlar? Keçmişdik, çevrəyə 2 toxunan çəkiləndə o toxunanlar arasındakı bucağı tapmaq üçün böyük qövsdən kiçik qövsü çıxıb, m-dən n-i çıxıb bölürdü 2-yə, bu bizə alfanı verirdi. Yəni bu qırmızı hissədən göy hissəni çıxıb bölürdü 2-yə, alfanı tapırdı. Və həm də ki m-lə n-in də cəminin 360 olduğunu bilir də, çevrə 360 dərəcədir. Bunu da bilirik. İndi bundan istifadə eləsək, biz 30 dərəcə verilib də bizə, çünki 30-dan istifadə eləyəcək. Deməli, tutaq ki, BC qırmızı qövsü olsun M, bu BC sol tərəfdən qövs var ha. O da olsun, bu birisi qövsdə olsun N. Bu qırmızı qövsə ümumilikdə M dedim. Bunu n deməyəcəm, çünki orada n var, n qarışmasın deyə. M məsələn k deyək. Onda m-dən k-nı çıxıb 2-yə bölsəm, bizə verməlidir neçəni? 30-u düstura görə. M-in üstünə k gələndə isə 360 eləməlidir. Sistemi həll edəsəm, yuxarıdakını 2-yə vursam, m çıx k bərabərdir 60, m üstəgəl k bərabər 360, tərəf-tərəfə toplasam 2m bərabərdir 420, m bərabərdir 210 dərəcə. Demək bu qırmızı qövsün rəngini dəyişirəm. Bu qövs hamısına da, bu göy qövsə mən m demişdim ümumilikdə və onu 210 dərəcə tapdım və x-a görə 2x 4x, o 2x 4x 6x-dır da onun cəmsi. Demək 6x bərabər olmalıdır 210-a. X bərabərdir 216-ya bölsəm 21-də 3 dəfə, 30-da 5 dəfə. X-i tapdım 35 dərəcə. Bizə nəyi soruşur? DNC qövsünü tapın. DNC qövsü hardan haradır? D-dən C-yə qədər də. Bu sarı qövsü soruşur ki, nə qədərdir? 4x demişəm də sarı qövsə. X-i də 140 dərəcə olmuş olacaq. Doğru cavab C. Sonra sual 4.
İfadəsinin qiymətini tapın. Baxaq görək burada nə edə bilərik. Birinci kəsirdə ixtisar getmə yoxdur. Birinci kəsirin məxrəcin olduğu kimi saxlayıram. Surətdə kökün xaricində olan vuruqları kökün altına salacam. Görək bu bizə nə kömək olacaq. 2-ni kökün altına salsam 4 kimi daxil olacaq. 4-ü də çabanda kök altda 12. O birisi də kök altda 18. O birisi toplananı hələ saxlayıram qıraqda. Axırda gələcəm üstünə. Gəlin bunu sadələşdirək. Məxrəci olduğu kimi yazdım. Kök altında 12 ilə kök altında 18-dən kök altında 6 ortaq vuruq kimi çıxır. Onda kök altında 2 qalır, üstə gəl kök altında 3 qalır. Aha, kök altında 2 üstə gəl 3 ilə kök altında 2 üstə gəl 3 ixtisar getdi, qaldı kök altında 6. Demək birinci kəsirimizin cavabı kök altında 6 imiş. Sonra nə edirəm? Kök altında 6-nın üstünə 2 kök altında 3 bölünsün kök altında 2-ni yazıram. Kök altında 6-nı olduğu kimi saxladım. Kök altında 2. Surətdə 2-ni kökün altına salsam kök altında 12 olacaq. Və biz bilirik köklərin dərəcəsi eyni olanda bir köklə yaza bilərik. Kök altında 6. Kök altında 12 də kök altında 2-yə böləndə o da kök altında 6 olur. Və toplayanda olur 2 kök altında 6. Bax, bu şəkildə yanaşma ilə biz bunu eləyə bilərik. Doğru cavab deyil. Sonra baxaq 5-ci sual. X dəyişəninin hansı qiymətlərində ifadəsinin mənası var? Kökün dərəcəsi 2-dir, yəni cüt ədəddir. Biz bilirik ki, kökün dərəcəsi cütdürsə, yalnız onun mənfi olmayan da mənası olur. Düzdürmü? Yəni, bu kökün altındakı ifadə 2 çıxılsın, modulda 5x çıxılsın 3 ifadəsi böyük bərabər 0 olmalıdır ki, mənası olsun. Çünki mənfi olsa, kök altının mənası olmaz axı cüt dərəcədə. Gəlin bu bərabərsizliyi həll edək. Mənfi modulda 5x çıxılsın 3-ü saxlayıram. 2-ni keçirdirəm sağa, mənfi 2. Çünki modulda solda modul qalmalıdır. Digərləri sağda olanda həll edə bilirik də bunu. Hər tərəfi mənfiləri mənfi 1-ə vursam, onda modulda 5x çıxılsın 3 kiçik bərabərdir 2 olacaq. Çünki mənfiyə vuranda, böləndə bərabərsizlik işarəsi dəyişir. Modulda kiçikdir olanda biz onu 2 qat bərabərsizlik şəklində həll edirdik də. Mənfi 2 kiçik bərabərdir 5x çıxılsın 3 kiçik bərabərdir 2. Çünki mənfi 2 ilə 2-nin arasında yerləşən ədədlərin modulu 2-dən kiçik olur. Hər tərəfə 3 əlavə edirəm. Mənfi 2 üstə gəl 3 kiçik bərabərdir 5x minus 3 üstə gəl 3 kiçik bərabərdir 2 üstə gəl 3. Hər tərəfə 3 əlavə edirəm. Burada qaldı 1 kiçik bərabərdir. Burada da 3-lər islah olundu 5x kiçik bərabərdir 5. Sonra hər tərəfi 5-ə bölürəm. 1-i 5-ə böləndə 0.2 kiçik bərabər x kiçik bərabər 1 almış oldum. Və bərabər işarəsi olduğuna görə bunun da cavabı 0.2 1 parçası olmuş olacaq. Doğru cavabımız B. B variantı. Bu şəkildə yaza bilərik. Sonra 6. A üstə gəl B 8-dir. A-da 1-in üstünə B-də 1 üstə 2 olarsa A kvadrat üstə gəl B kvadrat ifadəsinin qiymətini tap. A üstə gələk B bərabərdir 8. Gəlin A-da 1 ilə B-də 1 ortaq məxrəcə gətirək, toplayaq. Ortaq məxrəc AB-dir də onlar üçün. Birincini B-yə, ikincini A-ya vurmalıyam da. Birincinin sürəti məxrəcin B-yə vursam olacaq AB-də B. Üstə gəl. İkincini A-ya vursam AB-də A. Bərabərdir 3-də 2. Məxrəc eyni olduğuna görə məxrəci olduğu kimi saxlayıram. Sürətlər toplanır olur A üstə gəl B. Bərabərdir 3-də 2. A üstə gəl B-ni 8 verir. Bax burada. Gətirib oraya yazsam yerinə. 8 bölünsün AB bərabərdir 3-də 2. AB 2AB bərabərdir 24. AB bərabərdir. Biz 2AB lazım olacaq bizə. Ona görə heç AB-ni tapmıram. Deməli mən 2AB-ni bilirəm 24-dür. A plus B-ni bilirəm 8-dir. Bizdən A kvadratı plus B kvadratını soruşur.
Biz indi a kvadratı plus b kvadratını elə çevirək ki, o a plus b və ab-lərdən ibarət olsun ki, qiymətlərini gətirib yerinə qoya bilək. Hə, burada iki ifadə cəminin kvadratı olması üçün nə çatmır? 2 misli. 2ab çatmır da. Demək a kvadratı üstə gəl 2ab olsaydı, onu a üstə gəl b-nin kvadratı yazardım. Sonra a üstə gəl b-nin də qiymətini gətirib qoyardım yerinə. 2ab-ni əlavə elədim, sonra da 2ab-ni çıxdım. İndi bu ilk 3 dənə toplanan bizə a üstə gəl b-nin mötərizə kvadratını verir. Çıxılsın 2ab. A üstə gəl b 8-dir. Bunda olacaq 8-in kvadratı. 2ab-ni də 24 tapmışdım axı. Çıxılsın 24. O da 8-in kvadratı 64 eləyir. 64-dən də 24 çıxanda cavab qalır 40. Sonra baxaq 7-ci suala. A üstə gəl b 5-dir. A kubu üstə gəl b kubu 75 olarsa AB hasilini tap. Şöyle bu müxtəsər vurma düsturlarında bunlar. AB-ni soruşursa mən A kubu plus B kubunun vurğulara ayıracağım. İki ifadənin kublar cəmi bu ifadələrin cəmi ilə A plus B vurulsun. Birincinin kvadratı çıxılsın. Birinci, ikinci hansıdır? Yəni cəmi vururduq fərqin natamamına da. İkinci mötərizə birinci mötərizənin natamam kvadratı olur. Bərabərdir 75 yazdım. A plus B-ni 5 bilirəm. Mən deməli bu ifadədə müəyyən çevrilmələr aparacağım ki, A plus B-lər alınsın. 5 qoyun, bir dənə AB qalsın, onu da tapın. Demək A plus B-ni yazıram. İkinci mötərizədə A plus B-nin kvadratı olması üçün orada üstə gəl 2AB olmalıdır. Üstə gəl B kvadratı. Çıxılsın 3AB yazmalıyam ki, 2AB ilə 3AB-ni yenə islah eləyəndə mənfi AB qalsın. Heç nə dəyişməsin. Bərabərdir 75. A plus B vurulsun. Mötərizənin içərisində ilk 3 dənə bizə A plus B-nin mötərizə kvadratını verir. Çıxılsın 3AB. Bərabərdir 75. Baxın, artıq demək olar ki, alınıb. Çünki A üstə gəl B-nin cavabını 5 verib, yuxarıda görürük. Bizdən onun yerinə qoyanda bir dənə AB qalacaq. Onu da axtarıb tapacaq da, həll edib tapacaq. AB plus B 5-dir. Onda olacaq 5 vurulsun. A plus B-nin kvadratı 25. Çıxılsın 3AB. Bərabərdir 75. Sonra hər tərəfi 5-ə ixtisar edirəm. 25 çıxılsın 3AB. Bərabərdir 15. Məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxıram. 3AB bərabərdir. 25-dən 15 çıxıram. 10. AB bərabərdir. Hər tərəfi 3-ə bölürəm. 10 bölünsün 3. Yəni 3-də 10. 3 tam 3-də 1. Bu şəkildə yaza bilər. Siz bu düsturları, bu yazdırmışdım mən sizə. Kitabda da var. Bu düsturlar var idi. Müxtəsər vurma düsturlarından törəmə düsturlar. Bunları əzbər bilməlisiniz ki, imtahanlarda bir də çıxarışın yazmağa vaxt itirməyəsiniz. Sonra 8. Tənliklər sistemindən x bölü y nisbətini tap. Burada görək nəyə bilərik. Şöyle birinci tənliklər sisteminin birinci tənlikdən, sistemin birinci tənliyindən x-i ortaq vuruq kimi çıxarsam, mötərizədə x üstə gəl y qalacaq. İkinci tənlikdən y-i ortaq vuruq çıxarsam, orada da x üstə gəl y qalacaq, bərabər 12. Bərabərdir 12. Mənim orada y-lər gedər. Necə gedir? İxtisarda. İxtisar necə eləyirik ki, onlar ayrı-ayrı tənlikdir. Belə bir şey aldıq, ifadələr aldıq uşaqlar. Gəlin yuxarıdakı tənliyi bölək aşağıdakı tənliyə. Bölsəm onların arasında bir kəsr atmış olacağım. Onda x üstə gəl y-lə ixtisara getsə, x bölünsün y bərabər neçə tapmış olacağım? 12-də 2. O da 2-yə ixtisara gedir, 6-da 1. Başa düşdünüz? Bu şəkildə yaza bilər. Yəni orta vuruq çıxardım, sonra yuxarıdakı tənliyi böldüm aşağıdakı tənliyə, cavab alındı. Sonra keçirik sual 9. Tənliyinin 2 bərabər kökü olarsa, A parametrini ala biləcək qiymətlərin hasilini tapın. Kvadrat tənlikdir və biz bilirik ki, kvadrat tənliyinin 2 bərabər kökü o zaman olur ki, onun diskriminantı 0-a bərabər olsun.
Və diskriminant da nəyə demişik? B kvadratı çıxılsın 4AC-yə. Bu sıfıra bərabər olmalıdır. Demək, burada mənfi 2A ikinci əmsaldır. 2A kvadratı minus 1 isə C-ni sərbəst həddir. Bu da B-nin yerində dayanır. Bu x-in qarşısında olan bir də ki, baş əmsal A-nın yerində dayanır. Gətirib indi burada əvəz eləsək, B kvadratı olacaq mənfi 2A. B-nin yerinə bunu yazacağım. Çıxılsın 4 vurulsun A. A-nın yerinə 1 yazacağım. C-nin də yerinə 2A kvadratı çıxılsın 1. Bərabərdir 0. Bu tənliyi həll eləməliyim. Mənfi 2A-nın kvadratı müsbət 4A kvadratı çıxılsın. 4 dəfə 1-in 4 eləyir. Bunu mötərəcəyə vurub atsam. 4-ü 2-yə vuran 8A kvadratı. Mənfi 4-ü mənfi 1-ə vuranda müsbət 4 bərabər 0. 4A kvadratından 8A kvadratı oxşar həddə. Onları islah eləsəm. 4-dən 8 çıxsam. Mənfi 4A kvadratı qalır. Üstə gəl 4 bərabər 0. Natamam kvadrat tənliyidir. Bunu həll eləmək üçün C-ni sağa keçirdirdik. Mənfi 4A kvadratı bərabər 4-ü sağa keçirsəm. Mənfi 4. Hər tərəfi mənfi 4-ə bölsəm, A kvadratı bərabər 1 qalacaq. A-nın kvadratı 1-dirsə, A 1-dir, ya da ki, mənfi 1-dir. Mənfi 1-dir. Bizdən soruşur ki, A parametrin ala biləcəyi qiymətlərin hasilini tap. 1-i vuracaq mənfi 1-ə, cavab olacaq mənfi 1. Doğru cavab C. 10. Ayşu, sən sualın gəldi. 10. Düzgün çoxbucaqlının tərəflərinin sayı diaqonallarının sayından 6 dəfə kiçik olarsa, bu çoxbucaqlının daxili bucağının dərəcə ölçüsünü tap. Demək, düzgün çoxbucaqlıdırsa, onu qoyuruq kənara. Axırda lazım olacaq o düzgün sözü bizə. Tərəflərinin sayı diaqonallarının sayından 6 dəfə kiçikdir. Demək, biz çoxbucaqlının tərəflərinin sayına n demişik. Diaqonallar sayına n vurulsun n-3 bölünsün 2 demişik. Deyir ki, tərəflərin sayı diaqonalların sayından 6 dəfə kiçikdir. Bu n vurulsun n-3 bölünsün 2-dən 6 dəfə kiçikdir. Onda mən bunu n-i 6-ya vursam, gedir çatır ona da bərabərləşir. İndi bu tənliyi həll elə, n-i tapaq. Bizə deyir, daxili bucağının dərəcə ölçüsü neçədir? Deməli, mən daxili bucaqların cəmini tapacağam, sonra neçə tərəfi varsa böləcəm ona. Çünki düzgün çoxbucaqlının bütün bucaqları bir-birinə bərabərdir. 6n 2-yə də vuracam onu. 2 bura çarpaz vurulacaq da. Bərabərdə n kvadratı çıxılsın 3n. N kvadratı çıxılsın 3n. Bu 6 2-yə vuranda 12n. 12-ni də keçirdirəm mənfi 3-ün yanına. Çıxılsın 12n bərabər 0 yazıram. N kvadratı çıxılsın 15n bərabər 0. Natamam kvadrat tənlikdir. N ortaya vurulub çıxarsam. N vurulsun. n-15 bərabər 0. N bərabər 0. N bərabər 15. Yəni hasil 0 ya n 0-dır, ya da n-15 0-dır. Onlar da 0 eləyən 0-dan 15-dir. Təbii ki, burada n-i 0 götürə bilmərik. Çünki çoxbucaqlının bu tərəflərinin sayı 0 olsa, o necə çoxbucaqlı? N-i 15 götürür. Yəni, söhbət düzgün 15 bucaqlıdan gedirmiş. Onda mən deyəcəm, 180 vurulsun n-2 düsturu ilə daxili bucaqlarının cəmini tapacam. 180 vurulsun 15 çıx 2, 13. Sonra da mən tapdığım cavabı 15 yerə böləcəm. Çünki 15 bucaqlıdır, hər bir bucağı da bərabərdir axı. 180 ilə 15 ixtisara gedir, 12 qalır. 12-ni də 13-ə vuranda 120, üstə gəl 36, 156. 12-ni 10-a vurdum, bir də 3-ə vurdum, sonra topladım da. 156 olmuş olacaq doğru cavab. Sonra 11-ci suala baxaq. Bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiya yan tərəfləri bərabər olan trapesiyaya deyildir. Özü diaqonalı yan tərəfə perpendikulyardır. BC-ni 4 verib, AD-ni 20 verib, BD-ni tapıb. Görək şəkil üzərində tapa bilərik. BC-yə yazıram 4. BD-yə yazıram x. AD bütöv 20-dir. Oturacaq bütövlükdə 20-dir. X-i soruş. Şöyle buradan B təpəsindən bir hündürlüyü çəkəcəm. H. Onda AH nəyə bərabər olur? Oturacaqların fərqinin yarısına. 20-dən 4 çıxıram. 16. 16'yı 2'ye bölüm. AH oldu 8. Onda HD olur 12.
bütöv 20 idi də. Mənə nə lazımdır? BD, X. Əgər mən BH-ı bilsəm, Pifagor teoremi ilə X-i tapa bilərəm də. Çünki bura H-da 90 dərəcə bucaq var. Pifagorla X-i tapa bilərəm. Demək, birinci mən BH-ı tapmalıyam. BH-dakı, bax, düzbucaqlı üçbucağın düzbucaq görürsünüz, BH düzbucaq təpəsindən hipotenuza çəkilmiş hündürlükdür. Düzbucaq təpəsindən hipotenuza çəkilmiş hündürlük hipotenuz üzərində mütənasib parçalar ayırırdı. Yadınızdadır o. Düstur necə idi? BH-ın kvadratı bərabərdir AH vurulsun HD. Hündürlüyün kvadratı bərabər idi hipotenuzu böldüyü hissələrin hasilinə. Bax, burada düzbucaqlı üçbucağı belə çəksəm. Bax, düzbucaqlı üçbucağı çəkdim. Düzbucaq təpəsindən hündürlüyü çəkiləndə H. M, N hissələrə böləndə hipotenuzu H kvadratı bərabər idi. M vur N düsturu var. Bu da həmən şəkildir də. Sadəcə düzbucaq təpəsi B-dədir. Onda mən yazacağım H-ın kvadratı bərabərdir 8 vur 12. H-ın kvadratı bərabər neçə olacaq? 96. Mənə H-ın kvadratı lazımdır. H lazım deyil. İndi H-ın kvadratını bildimsə, indi Pifagora görə X-in kvadratı bərabərdir H-ın kvadratı üstə gəl 12-nin kvadratı yaza bilərəm də. Bu qırmızı üçbucaq düzbucaqlı üçbucaqdır. X kvadratı bərabərdir. H-ın kvadratını 96 tapdım. 12-nin də kvadratı 144. X kvadratı bərabərdir 96 144 toplayanda neçə edir? 240. X kvadratı 240 ise X kök altında 240'dır. 240. Kök altında 240'ı da 16 vur 15 yazsam. 16 4 160. 4 kök altı. Neçə? 4 kök altında 15 olmuş olacaq bizim cavabımız. Doğru cavab A. Oldu. 11 belə. Sonra baxaq 12. Tənliyi həll edir. Sadə bir tənlikdir, rasional tənlikdir. Hər iki tərəfdə bir dənə kəsir olduğuna görə biz bunu tənasüb qaydasına həll edə bilərik. 6-nı vururam 2x çıx 4-ə. 5-i də vururam 3x plus 6-ya. Çarpaz vurub həll edəcəm. 6-nı vurub açanda 12x çıxısın 24. Bilirik ki, hər ikisinə vurulur da. 5-i də 3-ə vuranda 15x üstə gəl 30. Bir dəyişənli xətti tənlikdir. Məhsullar sola, ədədlər sağa keçirilir. 12x çıxılsın 15x bərabərdir 30 plus 24. Mənfi 3x bərabərdir 54. X bərabərdir mənfi 18. Uşaqlar, yadınızdasa demişdik ki, rasional tənlikləri həll edəndən sonra kökü yerinə qoyub yoxlamaq lazımdır. Mənfi 18 tapmışım. Məxrəcə gətirib qoyuruq da. 3-ü mənfi 18-ə vuranda mənfi 54. Mənfi 54-ün üstünə 6 gələndə məxrəc 0 eləmir. Məxrəc 0 eləmirsə, deməli bunu kök kimi götürmək olar. Sonra 13. 13-də uşaqlar, kəsirin əsas xassəsindən istifadə edə bilərik. Ki, surət və məxrəcdə onluq kəsirlər qalmasın da, natural ədədlərə çevrilsin. Birinci kəsirimizin surət və məxrəcini 100-ə vursaq, vergül 2 rəqəm sağa geçəcək. Məxrəc 17 olacaq, surət olacaq 340. İkincini 1000-ə vursaq, məxrəc 125 olacaq, surət olacaq. 1000-ə vursam 2 0-da əlavə yazılacaq. Üçüncünü surət və məxrəcini 100-ə vursam, surət 75, məxrəc 70, məxrəc 35 olmuş olur. Tutardı. 340 17-yə bölürəm, 20 düşür. 2500 125-ə böləndə düz dedi onu. 2500 250 125-ə böləndə 2 düşür, 20 düşəcək də. Üstə gəl, 70-i 35-ə böləndə 2, bu da eləyəcək 42. Doğru cavab C. Sonra baxaq 14-ə. 14-cü sualda, elə çətin sual deyil, normal sualdır. Sadəcə ifadələri moduldan çıxardanda diqqət eləməliyik ki, özü çıxacaq, yoxsa əksi çıxacaq. Əksi çıxacaq. İndi birinci modulda müqayisə eləyək də 3-ü salaq kökün altına, 3 kökün altına 9 kimi girir. 9-u 5-ə vuram 45. Yəni bu kök altında 45-dir. 9-u isə kök altında 81-dir. Deməli 45 kök altında 81-dən kiçik olduğuna görə birinci modulun içərisi mənfi eləyir.
Onda birinci moduldan əksi çıxır. 9 çıxılsın 3 kök altda 5 olacaq. Çünki mənfi ədədi moduldan əksi çıxır. İkinci modulumuza baxırıq. 3 kök altda 5 kök altında 45 oldu. 6 da kök altında 36'dır. Bu böyüdən kiçik çıxıramsa müsbət edir. Müsbət olduğuna görə ikinci moduldan özü çıxır olduğu kimi. Sonra mənfi 1'in kubu mənfi 1 eləyir. Çıxılsın 2'nin kvadratı da olur. Çıxılsın 4 vurulsun mənfi 1 olur da bu. O da üstə gəl 4'e çevrilir. Düzdürmü? Evet. 3 kök altda 5'lər bir-birinin əksidir. Topladım 0 elədi. 9'dan 6 çıxıram. 3, 3'ün üstünə də 4. Doğru cavab 7. 7. Sonra baxaq 15'ə. İfadəsinin qiymətini tap. Demək biz burada nə edirik? Ən altda olan kökdən çıxara düz axıra kimi davam edirik. Evet. Kub kök altında 27'dən 3 çıxır. 3 gəlir 13'ün üstünə, olur 16. 16'dan 4-cü dərəcədən 2 çıxır. 2 gəlir 32'nin üstünə, 30'un üstünə olur 32. 5-ci dərəcədən 32'dən də 2 çıxır. 2 də 32'yə bu səfər vurulur. 64 olur. 6-cı dərəcədən də 64, 2 eləyir də 2-ni 6 dəfə öz-özünə vuranda 64 edir. Bunun cavabı B. Sonra baxaq 16-cı sual. Hansı ədədi 8'ə vurub üzərinə 8 əlavə etsək, bu ədəd 10 dəfə artar. Ədəd olsun x. Bilmirik necədir. Qəbul elədik ki, ədədimiz x. Deyir 8'ə vur. 8'ə vurdum 8x. Üzərinə 8 əlavə elədim. Bərabər oldu 10x-a. Deyir, yəni ədədin 10 dəfə artdı da. Ədəd x idi. 8'ə vurub üstünə 8 gəldim, oldu 10x. İndi burada 8'i saxlayıram. 10x çıxılsın 8x. 8x 10x'in yanına aparıram. Sağa keçsin. Nə fərqi var? 8 bərabərdir 2x, x bərabərdir 4. Deməli 4 imiş. Görək düz oldu mu? Hansı ədədi 8'ə vursaq? 4'ü vurdum 8'ə. Üstünə də 8 gəldim. Neçə elədi? 40 elədi. Ədəd 4 idi, olub 40. Həqiqətən də 10 dəfə artıq. 10 dəfə artıq. Demək doğru həll eləmiş. Doğru cavab oldu 4. Sonra 17-ci suala baxaq. 20%-i 120'nin 60%-nə bərabər olan ədədi tapın. 20%-i 120'nin 60%. Əvvəlcə 120'nin 60%-ni tapırıq. Eləyir 72. Deməli biz 20%-i 72 olan ədədi tapmalıyıq. Faizinə görə ədədi də tapanda ədədi böləcəyik. Faiz göstərən ədədə 100 nə 20 xısa gedir 5 qalır. 5'i də 72'yə vuranda 360. 360. 17 də alındı. 18. 7 2x minus 5 və 3 9 nöqtələrindən keçən düz xətt apsis oxuna paralel olarsa x-i tapın. Şöyle gəlin belə bir düzbucaqlı koordinat sistemi çəkək. Apsis oxuna paralel olan düz xətt y bərabərdir s düz xəttdir də sabit funksiya. Sabit funksiya. Bax, B nöqtəsinin koordinatının y-i neçədir? 9. Elə bir ki, bax burada sağda qrafikdə məsələn belə keçir də deyək ki. Deməli sabit funksiyanın uşaqlar y-ləri hər yerdə eyni olur. Yəni x-i neçə olur olsun, y-i həmişə eyni qiymətə uyğun gəlir. Yəni B nöqtəsinin y-i 9-dursa, A-nın da y-i neçə olmalıdır? 9 olmalıdır. Sabit funksiyadır. Bunun y-i dəyişməməlidir. Yəni 2x çıxılsın 5 ifadəsi 9'a bərabər olmalıdır. 2x bərabərdir 14, x bərabərdir 7. Sonra 18. Tənliyin həlli. Xətti tənlikdir. Sadəcə kəsirlər var. Ona görə biz bunun hər tərəfini 12'yə vuraq. Çünki 3, 4, 6'ya orta məxrəc 12'də. 12'yə vursam ixtisara gedəcəkdir hamısı. İndi birincini də 12'yə vuracam. İkincini də 12'yə vuracam. Bərabərdən sonra da 12'yə vuracam. Hamısını 12'yə vuracam. 12'lərlə məxrəclər ixtisar gedəcək. Qalacaq 4 vurulsun 2x üstə gəl 3. Üstə gəl. O biri 12 ilə 4 ixtisar gedəndə 3 vurulsun 3x çıx 2 qalacaq. Bərabərdən sonra da 12 ilə 6 geçəcək. 2 vurulsun 5x plus 52 qalmış olacaq. Sadələşdirək. 8x üstə gəl 12. 4'ü vurdum astımda. Hər bir həddinə vurdum. 9x çıxılsın 6. Yenə eyni qayda ilə hər ikisinə vurdum.
Sonra içini de 10x üstün 100 4. 52-ni 2-yə vurdum 104. Sonra 8x-i saxlayıram, 9x-i saxlayıram, 10x-i də gətirirəm bunların yanına. Sola keçidin mənfi oldu. Bərabər 104-ü saxlayıram, 12-ni aparıram 104-ün yanına, mənfi 6-nı da gətirirəm. 12 ilə mənfi 6-nı sağa keçdiyimə görə işarələr dəyişdi. 8, 9, 17. Hə. Mən şeydir, bu gün heç icazə verə bilərsiniz mənə çıxa bilərəm. Hə, yaxşı. Sağ olun. Sağ ol. 17-dən 10 çıxdım. 7x bərabərdir. 104-ün üstünə 6 gəlirəm. 110, 110-dan 12 çıxıram 98. 98. X bərabərdir 14. 98-i bölürəm 7-yə. Cavab qalır 14. Deməli bu tənliyin həlli 14 imiş. Məxrəcdə dəyişən olmadığına görə heç yoxlamağa da ehtiyac yoxdur. 20-də nədir? Vektorunun komponentlərini. Vektoru keçməmişik. İzah edəməyəcəm onu. 21 ədədi silsilədir. Bunu izah edəməyəcəm. Keçəndə yadıma salarsınız, izah verərəm onlara. İyirmi iki. Görə 22-ci sualda nədir? Paralelogramı çəkək. A, B, C, D. M, N, deməli burada ABCD paralelogramında AN və DM təm bölənləri E nöqtəsinə kəsir. Deməli AN ilə DM təm bölən. Təm böləndirsə bu bucaq alfa alfadır. Burada beta beta olsun. Təm böləndirsə bucağı yarı bölür də. Bucağı yarı bölür. Onda burada alfadır, çarpazdır da. Betadırsa burada betadır çarpaz olduğuna görə. Onda bura bucaqlarda bir-birinə bərabər olur. Onda BB əlamətinə görə bu aşağıdakı AYD üç bucağı ilə MYN üç bucağı oxşar olacaq. BB əlamətinə görə. Sonra nə yazıb ki? AD 24-dür. Paralelogramın uzunluğu 24-dür. AB 14-dür. Onda bu biri tərəfdə 14-dür. 14 olur. AY böl YN-i tapın. Uşaqlar, bu üç bucaqlar oxşardırsa, demək AY nəyin qarşısında durub? Betanın. O birisinin betasının qarşısında. Orada da YN durub da. Görürsünüz betasını. Balaca üç bucağı, bu qırmızı üç bucaqlar bir-birinə oxşardı da. Bizdən AY böl YN-i soruşur. AY böl YN oxşar olduğuna görə o üç bucağı AY-nin YN-ə nisbəti bərabərdir MN-in AD-yə nisbətinə. Yəni qammanın qarşıdakı tərəflər nisbətinə yaza bilərik. AD-ni bilirəm 14-dür. MN-i də bilsəm, üzr istəyirəm, mən burada bir şey səhv elədim uşaqlar. Axı mən böyüyün tərəfini kiçiyinin tərəfinə yazdım. AY-nin Y-nə yazdığıma görə AD-nin M-nə olacaq da burada. Böyüyün kiçiyin tərəf. AD-ni bilirəm 24. M-ni də bilsəm mən nisbəti yazıb cavabı tapa bilərəm. Deməli M-ni tapmalıyam mən. Görə M-ni necə taparım? Şöyle bax bu bucağı görürsünüz qırmızı alfa. Buradakı alfa. Onda bu A, B, N üç bucağı bərabər yanlı üç bucaqdır. Oturacağı iki bucaqlar bərabər daxil. Bərabər. Onda B-dən N-ə 14-dür. B-dən N-ə. Həmçinin də bura betadır. Burada görürsünüz betadır. Həmçinin də bu bir üç bucağı bərabər yanlıdır. Onda M-dən də C-yə 14-dür. Bəli. Deməli BM üstə gəl MN. O bərabərdir 14-ə. Həmçinin də CN üstə gəl MN. O da 14-ə bərabərdir. İndi mən burada toplasam bunları tərəf-tərəfə olacaq BM üstə gəl CN
2'nin. Üstəgəl mn, üstəgəl mn bərabərdir 28 yazacağam. Uşaqlar, bax indi burada baxın. bm, mn və nc. Bunların üçünü toplayanda 24'ü verməlidir də. Baxın, bm, cn, mn. Bu üçü bizə 24'ü verir. 24. 24 üstəgəl mn bərabərdir 28 və buradan mn'i tapmış oluram 4. Bizə də mn lazım idi də, tapdım 4. Aha, onda AD 24 idi, mn də 4 idi. 24'ü böldüm 4'ə 6. 6. Bu şəkildə yaza bilərik. Doğru cavabımız 6. 23. Aha. Paralelpipedə kuba aiddir. Demək uşaqlar, biz bunu keçəcəkdir sabahki dərsimizdə, birinci günü. Fəza fiqurlarına. Bəli, fəza fiqurlarına aiddir. İmtahanlarda bunlardan sual düşür, ona görə bunu izah eləyəcəm. O biri vektorlar, silsilələr buraxılışa düşmür deyə, buraxılışdan sonra mən onları sizə izah eləyərəm. Xətti ölçüləri A, B, C olan düzbucaqlı paralelpipedin həcmi 900 kub santimetrdir. Paralelpipedin həcmi onun tillərinin hasilinə bərabər idi. Yəni A vurulsun B, vurulsun C. Bərabərdir 900 kub santimetr. Sonra nə verib? Tam səthinin sahəsi 144. Tam səthinin sahəsi necə idi? 2AB üstəgəl 2AC üstəgəl 2BC bərabərdir 144. Bizdən nə soruşur? A-da 1 üstəgəl B-də 1 üstəgəl C-də 1'i tap. Şimdi bu 2AB, 2AC, 2BC hər tərəfi 2'yə bölsəm nə qalır? AB üstəgəl AC üstəgəl BC elir 72. Bunu saxladım. A vur B vur C də 900'dür. Bizdən bunu soruşur. Gəlin bunu orta məxrəcə gətirək görək. Bizə nəsə faydası olacaq. Orta məxrəc bunlar üçün ABC-dir də, məxrəcənin hasili. Birincini BC-yə vurmalıyam, ikincini AC-yə vurmalıyam, üçüncünü AB-yə vurmalıyam. Sürət və məxrəc. Onda orta məxrəc ABC olacaq. Birincinin sürəti BC olacaq, ikincinin sürəti AC olacaq, o birisi də AB olacaq. Məxrəcdəki hamısını da ABC eləyəcəklər. Alındı ki, ABC neçə idi? 900. Onda məxrəcə 900 yazacağım. Sürətdə də baxın, BC buradadır. AC, AC'dir, AB, AB'dir. Hamısı eynidir, 72. 900'də 72. Bu da bərabərdir. İxtisar edib cavabımızı tapa bilərik də. 72 ilə 9'u 9'a ixtisar edirəm, 8 qalır, 100 qalır burada. Bu da olur 0'dan %8. Bəli, 0'dan %8. Doğru cavab oldu neçə? 0'dan %8. Sonra baxacaq neçənci suala? 24. 24-cü sual Venn diaqramıdır. Bəli. Hər iki dili bilən söhbəti gördüksə Venn diaqramı. Eyni Venn diaqramı ortada yazın. Bəli. Eyni Venn diaqramını çəkməliyik. Aha. Venn diaqramını çəkdik. Nə yazıb? Beynəlxalq konferansda çıxış etmək üçün seçilən 72 tələbə ingilis və fransız dillərindən ən azı birini bilir. Yəni eləsi var ki, hər iki dili bilir. Eləsi var, ən azı bilir. Yəni o 72 tələbə içərisində dil bilməyən yoxdur. Eləsi ingilis dilini bilir, eləsi fransız dilini bilir, eləsi hər iki dili bilir. Deməli, bura olsun ingilis dili, burada olsun fransız dili. Nə yazıb? İngilis dilini bilənlər fransız dilini bilənlərdən 4 dəfə, hər iki dili bilənlərdən 8 dəfə çoxdur. Gəlin hər iki dili bilənlərə yazaq x. Gördünüz, yazıb ki, ingilis dili bilənlər hər iki dili bilənlərdən 8 dəfə çoxdur. Yəni onda hər iki dili bilənə x demişəmsə, ingilis dili bilənlər 8x-dir. 8 dəfə çoxdur. Və x-i yazmışamsa, bura 7x yazmalıyam da. Çünki ingilis dili 8x oldu. İngilis dili oldu, görürsünüz 8x. X burada, 7x burada, 8x eləyir də. 8x də x-dan 8 dəfə böyükdür. Sonra da yazıb ki, ingilis dili bilənlər fransız dilini bilənlərdən 4 dəfə çoxdur.
İngilis dili bilənlər 8x-dir. Bu 8x fransız dilindən 4 dəfə çoxdursa, fransız dili 2x olmalıdır. X-in də yazmışam, birində bura yazacağam. Birini oraya yazırıq. Ay, çünki 2x olmalıdır. X-i yazmışam, doğru. Mən Seçilən 72 tələbədən söhbət gedir. Demək, bunların cəmsi 72 eləməlidir də. Burada sayılardır bunlar. 9x bərabərdir 72, x bərabərdir 8. X-i tapdım, 8. Bizə nə yazıb? Tələbələrdən neçəsi fransız dilini bilmir? Fransız dilini bilməyənlər yalnız ingilis dili bilənlərdir də. Yəni, yalnız ingilis dili bilənlər 7x-dir. Yəni, 7-ni vururam 8-ə, 56 nəfər ancaq ingilis dilini bilir. Onlar fransız dilini bilmir. Sonra 25. Qutuda 1-dən 20-yə qədər nömrələnmiş eyni ölçülü kürələr var. Qutudan təsadüfən seçilmiş iki kürədən birinin nömrəsinin digərinin nömrəsindən 4 dəfə böyük olması hadisəsinin ehtimalını tapın. Şöyle görək burada neçə mümkün hal var. 20-yə qədər nömrələyib atıblar qutuya. 2 kürə çıxardırlar. Bir kürə çıxarsaydılar, burada mümkün halların sayı 20 olardı. Amma 2 kürə çıxardırlar. Tutaq ki, 1 ilə 2 çıxdı. Və yaxud da 1 ilə 3 çıxır. 1 ilə 4, 1 ilə 5, 1 ilə 6, 1 ilə 7. Görün 1 ilə nə qədər çıxa bilər? 1-dən 20-yə qədər. Düzdür? Təkcə birinin üstündə 1 yazılsa, o üstündə 1 yazılanla o birlərin hər birinin çıxma ehtimalı var da. Neçə dənə hal var burada? 19 dənə belə hal var. 19 hal var. Sonra 2 ilə yenə də digərləri çıxa bilər. 19 dənə də belə hal var. Və 10 belə vəziyyət yaranır. 19-da ona vuranda 190 mümkün hal yaranır burada. Yəni ehtimal tapanda məxrəcə mümkün halların sayını yazır. Deyir, təsadüfən seçilmiş iki kürədən birinin nömrəsinin digərinin nömrəsindən 4 dəfə böyük olmaz. 2 kürə çıxarılacaq. Birinin nömrəsi digərinin nömrəsindən 4 dəfə böyük olsun. Yəni kürələrin üstünə 1-dən 20-yə qədər rəqəmlər, ədədlər yazıblar. Birində məsələn 1 çıxanda, o birində 4 çıxsın. 4 dəfə böyükdə 4 birdə. Bunda məsələn 2 çıxanda, o birində 8 çıxsın. 3 yazılısıbsa, o birisində 12 olsun. 4 olanda 16 olsun, 5 olanda 20 olsun. Görürsünüz, 4 dəfə böyükdür o biri rəqəm, bu bir rəqəm. O birisi 4, bu 1 olsa, bu eyni haldır da. Bu halı nəzərə almıram. Çünki 1, 4, 4, 1. Hər ikisində 4 dəfə böyükdür. Deməli, 1, 2, 3, 4, 5 dənə belə mümkün, əlverişli hal var. Bərabərdir. 190 ilə 5 ixtisar edir. 5-ə 1 qalır. Burada da 19-da 3 dəfə 38 olmuş olacaq. Doğru cavab 1 bölünsün 38 olacaq. 38 olacaq. Ehtimalı budur.